Və budur. Başlayırıq A1 səviyyəsinə. A1 səviyyəsi biraz isə balaca görsənə bilər ki, A1 səviyyəsi və s. Amma elə deyil. Artıq daha ciddi mövzuları öyrənməyə başlayacaq. Artıq cümlə qurmağı bu səviyyədən başlayıb öyrənəcəyik. Əvvəlki mövzularda ancaq sözləri, ancaq belə o bünövrəni qurduq. Burada isə artıq başlayırıq o bünövrənin üstünə yavaş-yavaş daşları qoyub o sarayı inşa etməyə. Niyə hər dəfə saray deyirəm buna? Çünki bu o qədər gözəl bir şeydir ki, sizə o qədər çox kömək olacaq ki, özünüz də bunun bəhrəsini yəqin ki, B1 səviyyəsinə çatanda tam şəkildə hiss edəcəksiniz. Çünki B1 səviyyəsində artıq rahat danışmış olacaqsınız. A2 səviyyəsində də artıq fikirlərinizi ifadə edə biləcəksiniz, danışanı başa düşəcəksiniz. B1 səviyyəsində artıq daha rahat şəkildə, bax, mən necə sizlə ünsiyyət qururamsa, o formada danışa biləcəksiniz. B2 səviyyəsində daha da mükəmməlləşdirəcəyik, B2 səviyyəsində daha da mükəmməlləşdirəcəyik və s. Deməli, başlayırıq A1 səviyyəsindən. Birinci mövzumuz to be-dir. Bu, hamının belə to be falan, qrammatikası kimi yanaşdığı mövzudur. Amma indi mən sizə bunu daha ətraflı şəkildə, daha maraqlı formada izah eləyəcəm. Özünüz də başa düşəcəksiniz ki, əslində to be nə qədər vacibdir. To be-ni başa düşmək, İngilis dilinin sizi tam rahat deyə bilərəm ki, mənim yanaşdığım tərəfdən 90%-ni başa düşməkdir. Çox vacib bir mövzudur. Cümlələrin 90%-də istifadə olunacaq bir mövzudur, belə deyəm, bir qrammatik strukturdur. To be deyirik. Deməli, to be-nin formaları var. Bu to be ümumiyyətlə nə işə yarayır? Birinci onu sizə deyəcəm. Baxın, cümlə strukturunu yazıram. 3 hissəyə böldüm. Burada birinci yerdə mütləq şəkildə cümlədə baş rolda kimdirsə onu qoyacağıq. Məsələn, mən deyirəm ki, mən müəlliməm. Burada baş rolda mənəm. Əgər deyirsənsə ki, bu kitab qırmızı rəngdədir, burada baş rolda bu kitabdır. Okay? Deyirsən ki, məsələn, o maşın mənimkidir. Burada baş rolda o maşındır. Yəni, söhbət o maşından gedir. Bax, bura qoyacağımız şey o baş roldur. Okay? Baş rol. Bura artıq to be-ni qoyacağıq. Və burada, üçüncü hissədə, bu to be-ni birləşdirdiyimiz, yəni, üzr istəyirəm, baş rolu aid elədiyimiz şeyi qoyacağıq. Yəni, məsələn, deyirəm ki, biraz qəliz formada cümləni deyim, sonra daha rahatlarına keçək. Məsələn, deyirəm ki, A, B-dir. Məntiqsiz gələcək ki, A, B-dir nə deməkdir? Yəni, deyirəm ki, A hərfi B hərfidir, o mənada. Onda belə eləyəcəyik. A, to be-ni qoyacağıq, indi to be-nin hansı forması gələcəm və burada qoyacağıq B-ni. Bütün cümlələr belə qurulacaq. Bax, məsələn, deyirəm ki, aslanın köynəyinin rəngi mavidir. Baş rola qoyacağıq aslanın köynəyinin rəngini, to be və mavi. Bu olacaq bizim cümlə. Bütün demək olar ki, dediyim kimi 90% cümlələr belə qurulacaq. Burada insanları qorxuzan, biraz qarışdıran məsələ nədir? To be-nin formaları. Əslində çox bəsitdir, çünki 3 dənə forması var cəmi. Bunlar nədir? Am, is və are. Okay. Təkrar eləyəcəksiniz. Am, is, are. Və bunlar şəxslərə görə dəyişmiş olacaq. Yenə qeyd edirəm. Çox rahat və çox bəsitdir. Bunu əzbərləmək lazım deyil. Bunu o qədər çox istifadə eləyəcəyik ki, artıq o bizdə avtomatik biləcəyik ki, hansı şəxsdən sonra hansı gəlir. Yəni, düşünməyəcəyik, beynimizdə tapmağa çalışmayacağıq. Silirəm buranı. Deməli, şəxs vəzifələrimiz var idi. A0 bölməsinin ilk mövzusunda keçmişdik onları. Hansı ki, mən, sən, o, he ola bilər, she ola bilər, it ola bilər. Biz, siz, yenə səndən zaten eynidir. Bir də they, yəni onlar. Deməli, to be bunlara görə dəyişmiş olacaq. A ilə olacaq am, you, are, he, she, it, is, we, are, you, are, they, are. Xəttim eybəcərdir, bilirəm. Amma sadəcə xəttimə baxmayın. Mən dedikcə, zaten yazdıqca ora, həm də təkrar eləyirəm. Özünüz başa düşəcəksiniz. Eybəcər xətt hətta statistik araşdırmalara görə daha yaxşı şəkildə yadda qalır. Daha çox diqqətinizin fokuslanmasına gətirib çıxarır. Ona görə belə eybəcər yazmıram. Sadəcə xəttim eybəcərdir. Amma baxıb başa düşməyə çalışın və özünüzdə mütləq şəkildə qeydlər aparın. Baxın.
Demişdik ki, baş rol, yəni bu baş rolumuzdur. Məsələn, deyirəm ki, mən müəlliməm. I, baş rol, to be-nin forması və müəllimi qoyacaq bura, yəni teacher. Məsələn, deyirəm ki, mən stolam, misal üçün. I am table. Orada article da var, hələ ki, ora girməyəcəm. You are table, yəni sən stolsan. Məsələn, deyirəm ki, sən pişiksən. You are cat. Okay. Dediyim kimi, baxın, orada var. Ona hələ ki girmirəm o article məsələni, çünki onu avtomatik şəkildə öyrənəcəyik. We are cats deyə gələcək. Cat'in sonunda s olur falan. Bunu niyə görə əlavə bilgiləri deyib, amma tam da demirəm. Çünki bəzən olacaq ki, kimsə videoya baxacaq deyəcək ki, əslində cümləni səhv qurur. Elə deyil. Baxın, sadəcə dediklərimə qulaq asın. Əlavə şeylərə ehtiyac yoxdur. Əmin olun ki, 100% çox peşəkar şəkildə öyrənəcəksiniz. Deməli, bunlar nədir? Biz şəxs əvəzliklərinə görə dəyişdik to be-ni. Bir də ola bilər ki, we olmasın, onun yerində olsun car. Ya da nə bilim, onun yerində olsun elə cat. Məsələn, deyirəm ki, pişik qaradır. Bəs pişik desəm, burada pişik yoxdur. Ondan sonra nə işləyəcəm? To be-nin hansı formasını işləyəcəm? Pişik, baxın, var tək olanlar, yəni bir dənə olanlar. Məsələn, pişik. Bir də var ki, pişiklər, yəni çoxlu pişiklər. Əgər təkdirsə is, cəmdirsə, 2 və daha artıqdırsa, are olmuş olacaq. Yəni, cat is red olacaq, pişik qırmızıdır. Ya da ki, cats are red olacaq. Yəni, pişiklər qırmızıdırlar. İndi, gördünüz ki, hamısının sonunda s deyirəm. Deməli, cat, əgər bir şey cəmdədirsə, biz o lar-lər şəkilçisi var. Orada sadəcə s artıracaq sonuna. Məsələn, car-dırsa əgər, maşın, cars olacaq, maşınlar. Deyirəm ki, məsələn, cars are red ya da cats are red. Tamam. Pişiklər qırmızıdır, maşınlar qırmızıdır. Ya da istədiyinizi qoya bilərsiniz. Deyə bilərsiniz ki, mən maşınam. I am is olmayacaq. Çünki I ilə fərqli bir şey işlənir. Bir dənə am I-də işlənir. Və digərlərini zaten görürsünüz. I am car. Yəni, mən maşınam. Okay. Biraz dəxilsiz cümlədir. Belə absurd cümlələr deməyə çalışıram ki, daha yaxşı şəkildə mənimsəyəsiniz. Deməli, məsələn, lövhə sözü boarddır. Bilməyə bilərsiniz ki, board yazılır. Necə deyirsiniz ki, lövhə ağdır? Baxın, baş rola qoyacağıq. Board, to be-nin forması. Is, niyə is qoyduq? Çünki bir dənə lövhədən söhbət gedir. White, okay. Board is white. Yəni, lövhə ağdır. Görürsünüz, bax, boardu birləşdirirəm. Board, bir də ağ sözü var da, düzdür? Yəni white. White sözünü zaten A0 səviyyəsindən bilirsiniz. Board is white. İzi qoyuram. Yəni ki, budur. Bax, to be-nin məğzi bundan ibarətdir. Bu şeyin bu şey olduğunu göstərir. Tamam? Dediyim kimi, məsələn, bu şeyin yerinə qoyuram ki, pul. Burada qoyuram yaxşı. Yəni, pul yaxşıdır. Qoyacaqsınız, money is good. Bu qədər rahat əslində. Məsələn, deyirsiniz ki, ofis gözəldir. Office is beautiful. Bu qədər rahat. Okay. Deməli, to be-nin formalarını bildik. Həmən sürətli şəkildə çək edirəm görüm əlavə nələr var burada. Deməli, sözlər var. Mütləq şəkildə sözləri öyrənirsiniz. Aşağıda artıq cümlələr var. Görəcəksiniz ki, orada nə qədər is, nə qədər are istifadə olunub. Bütün şəxslər üzrə dəyişilib. Bax, bu keçiddir. Bunu öyrəndinizsə, qutardı, çıxdı, getdi. Digər mövzuları rahat, bəsit bilmiş olacaqsınız. To be nə demək oldu? Bir şeyi digər şeyə birləşdirir. Yəni, budur. Okay? A, B-dir. Aslan müəllimdir. Anderson möhtəşəmdir. Okay? Anderson mükəmməldir. Kompüter qırmızıdır. Nə deyirsinizsə deyin, kompüteri qoyacaqsınız, is qoyacaqsınız və nə dedik, qırmızıdır, red qoyacağıq. Anderson is perfect. Anderson mükəmməldir deyəcəksiniz. Okay? Deməli, bu bizim to be mövzumuzdur. Bir balaca uzun olmuş ola bilər. Bunu ona görə uzun danışıram ki, çox vaxt sərf eləməli olduğunuzu başa düşəsiniz. Bu A0-dan rahat gəldi. Yaxı elə sözlər, day, keçdik hamısını, gəldik burada biraz çox vaxt sərf eləmək olacaq. Bundan sonra yenə sürətli gedəcəyik. Amma bu mövzuya bacarsaz 2-3 gün vaxt sərf eləyin. Çoxlu şəkildə
Deyin ki, mən müəlliməm, mən pişiyəm, mən stolam, mən həkiməm, mən oradayam, mən buradayam. Mən buradayam. Necə deyərsiniz? I am işlətməliyə I ilə. I am. Bura nədir? Here. Mən buradayam. You are there. Sən oradasan. Sən Anderson'ın dərslərinə qulaq asırsan. Okey, dinlə. Əgər bu mövzunu yaxşı şəkildə öyrənmiş olsan, bundan sonraki mövzular su kimi gedəcək. Ona görə bu mövzuya diqqətlə qulaq as. Bunun bütün cümlələrini, bax, ingiliscə yazılıb, hamısını öz beynində tərcümə eləməyə çalış. Hətta bacarsan, bir dəftər götür, orada yaz Azərbaycancasını, bütün yazılan o cümlələrin, sonra həmin dəftərdə bax, onun ingiliscəsini deməyə çalış və bax gör, düzgün demisən, yoxsa deməmsən. Həmin cümlələri bitirəndən sonra səni qarşılayacaq 2 dənə tekst. Qəşəng, maraqlı, sambalı tekst. Həmin tekstləri əzbərləsən mükəmməl olar. Əzbərləmək dediyim kimi, yəni o demək deyil ki, bu əzbərçilikdir. Bunu əzbərləyirik ki, həmin cümlə strukturlarına bizim çənəmiz, bizim danışığımız öyrəşsin və sürətimiz, axıcılığımız alınsın. Onu yarımçıq əzbərləsəz də, tam əzbərləsəz də, sadəcə oxuyub keçsəz də kifayətdir. Amma əzbərləsəz, əmin olun ki, bu proqramı almış, hal-hazırda davam edənlərdən bir 5 dəfə daha sürətli gedə biləcəksiniz. Bunu 100% sizə deyirəm. Deməli, tekstlər bitəndən sonra aşağıda dinləmə hissəsi var. Yenə dinləyəcəyik. Həmin o əvvəl əslində gördüyümüz tekstlərdir. Onları bir də dinləyib oxuyacağıq, izləyəcəyik nə deyir orada. Və aşağıda danışıq hissəsi var. Bu çox maraqlıdır. Danışıq hissəsi necədir? Dialoq. Deməli, dialoqda birinci hissəni oxuyur, ikinci hissəni sakit durur, onu sən oxuyursan. Məsələn, orada deyir ki, salam, mənim adım Aslandır, sakit durur. İkinci hissəni sən deyirsən ki, salam, mənim adım filankəsdir, orada yazılıb nə deməlisən. İkinci hissəni yenə o deyəcək, üçüncü hissəni sən deyəcəksən. Bu şəkildə bitəcək. Sonra əksinə, sən deyəcəksən, o deyəcək, sən deyəcəksən, o deyəcək. Yəni, rolları dəyişəcəksiniz. Birinizdə Jack, Emily. Məsələn, Jack mən olacağam, Emily siz olacaqsınız. Birində Jack siz olacaqsınız, Emily mən olacağam. Okay? Bu şəkildə bunu təkrarlamış olacağıq. Aşağıda isə şəkil hissəsi sizi qarşılayır. Bu şəkil hissəsində də, baxın, biraz dediyim kimi uzun olmuş ola bilər. Sadəcə dinləyin, ondan sonrakılar sürətli getmiş olacaq. Bu şəkil hissəsində aşağıda əslində qeyd olunub neynəməlisiniz. Məsələn, baxacaqsınız şəkilə deyəcəksiniz ki, o güclüdür, bu hündürdür, bu üzgündür, o xoşbəxtdir və s. kimi. Məsələn, he is sad, she is happy, he is tall deyə cümlələri quracaqsınız. Bunu sürətli şəkildə deməyə çalışın və onu deyərkən özünüzü o situasiyada hiss eləməyə çalışın. Elə bilin ki, həqiqətən yanınızda kimsə oturub və ona göstərirsiniz ki, qardaş, bu üzgündür, bu nə bilim, bu pisdir, bu yaxşıdır, bu balacadır, bu hündürdür. Bunu həqiqətən yanınızdakına danışırmış kimi deyin, hiss eləyin və şəkili də bitirəcəksiniz. Şəkildən sonra balaca bir yazı tapşırığımız var. Və bu yazı tapşırığında da sizə artıq orada göstərilib ki, nələri yazmalısınız. Onu da özünüz üçün yazın ki, sizin üçün praktik olmuş olsun və bununla da bitirəcəksiniz. Bu mövzu uzun oldu, amma bundan sonrakilər dediyim kimi daha sürətli şəkildə getməyə başlayacaq. Bu keçid mərhələsidir və mənə görə bu ingilis dilinin 90%-dir. Bunu öyrəndinizsə, sizin qabağınızda heç kim dura bilməz, amma öyrənmək o demək deyil ki, aydan sonra nə işlənir bəzi kurslardakı kimi? Am, bəs he-dən sonra is. Qətiyyən lazım deyil. Siz he deyən kimi is özü gəlməlidir. I deyən kimi am gəlməlidir avtomatik. Bax, o qədər çox təkrar eləyin, o qədər çox praktik eləyin. Dediyim kimi, bir 2-3 gün buna vaxt sərf eləyin. Növbəti mövzuda görüşərik. Özünüzə yaxşı baxın.